Böyük Qafqaz rayonlarının Balaçan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmailə, Şamaxı, Xızı, Quba, Qusar, Xasmaz, Şabran rayonları ərazisində, Dağlıq, Şirvan ərazisində, Xəzər dənizinə yaxın olan ərazilərdə aprel ayının 14-dən 15-dən keçən gecəsindən başlayaraq 18 aprel gündüz saatlarına qədər olan müddət ərzində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Xüsusilə də aprel ayının 15-i və 16-sında yağıntıların intensiv, güclü, lokal xarakterli, şiddətli və aramsız yağması ehtimalı var. Proses nəticəsində əraziyə qısa müddət ərzində 270-340 mm qədər miqdarda intensiv xarakterli yağışların yağması gözlənilir. Yəni 1 metrin kvadratına 270-340 litrdən artıq yağışın yağması ehtimalı var ki, nəticədə aprel ayının 15-i və 16-sında Böyük Qafqaz rayonlarının xüsusilə də Quba, Qusar, Xasmaz, Şabran, Xızı ərazisində, Qax, Oğuz, Şəki, Qəbələ ərazilərində, Balaçan, Zaqatala ərazilərində, əksər çaylarda dağıdıcı sel və daşqın hadisələrinin təkrarlanması gözlənilir. Xüsusilə də dəniz səviyyəsindən 1600 metrdən yüksək olan kəndlərdə, yəni dəniz səviyyəsindən 1600 metrdən yüksək olan kəndlərdə isə yağışın güclü qar şəklində müşahidə edilməsi gözlənilir. Proses nəticəsində qısa müddət ərzində əraziyə güclü yağıntıların aramsız xarakterli yağması ehtimalı var ki, nəticədə bir sıra ərazilərdə, bir sıra çay yataqlarında dağıdıcı daşqın hadisələrinin təkrarlanması gözlənilir. Ən böyük risk isə xüsusilə də Böyük Qafqaz rayonlarının Quba, Qusar, Xasmaz, Şabran, Xızı ərazilərinə, Qəbələ, Oğuz, Şəki, Qax ərazilərində qısa müddət ərzində aprel ayının 15-i, xüsusilə də aprel ayının 16-sında qısa müddət ərzində 1 metrin kvadratına 270-340 litrə yaxın yağışın yağması ehtimalı var ki, bu da Cənubi Qafqaz iqlimi üçün xarakterik olmayan bir hadisədir. Bu tip yağıntılar xüsusilə də subtropikal bir qasırğa zamanı, subtropik bir siklon zamanı orta troposferdən daşınan rütubətli hava şəraiti nəticəsində formalaşmış leysan yağışları nəticəsində müşahidə edilir. Yəni Qafqaz regionu üçün, Azərbaycan ərazisi üçün bu şəkildə bir yağışın yağması əvvəlki dövrlərdə çox nadir hallarda baş vermişdir. Hətta 2024-cü ilin oktyabr ayında Xəzər dənizinə yaxın olan şərq rayonlarında və Bakı, Abşeron, Sumqayıt ərazisində müşahidə edilən güclü yağışlardan bir qədər də daha da bir güclü bir yağışların təkrarlanması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Xüsusilə də aprel ayının 15-i və 16-sında hava şəraitinin daha da kəskinləşməsi və daha da dağıdıcı bir hidroloji hadisələrin təkrarlanması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göl, Goranboy, Naftalan, Bərdə, Tərtər, Beyləqan, Ağcabədi, Zərdab, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində, eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şükəllasını, Xankəndi, Zəngəzur, Zəngən ərazilərində, Füzuli, Cəbrayıl, Beyləqan ərazisində, eyni zamanda Naxçıvanın Sədərək, Ordubad, Şahbud ərazilərində, Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Deliş ərazilərində, Xəzər dənizinə yaxın olan şərq rayonlarında da aprel ayının 14-dən 15-dən keçən gecədən başlayaraq hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Xüsusilə də aprel ayının 15-i 16-sında hava şəraitinin daha da kəskinləşməsi gözlənilir. Yağıntıların lokal leysan xarakterli, intensiv, güclü, prosesin sonrakı inkişafı nəticəsində isə yağıntıların aramsız xarakterli, şiddətli yağması ehtimalı var ki, nəticədə əksər ərazilərdə su basma hadisələri gözlənilir, dağ çaylarında dağıdıcı, daşqın və sel hadisələri gözlənilir, mərkəzi Aran rayonları arasından axan Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Araz çayında, eyni zamanda mərkəzi Aran rayonları arasından axan bir sıra su kanallarında da daşqın riski yüksək qiymətləndirilir. Eyni zamanda mərkəzi Aran rayonları arasında və Xəzər dənizinə yaxın olan şərq rayonlarının arasında intensiv xarakterli yağışlar nəticəsində qurut sularının yer səthinə çıxması nəticəsində su basma hadisələrində kəskin artım gözlənilir. Xüsusilə də aprel ayının 15-i və 16-sında hava şəraitinin daha da kəskinləşməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Qısa müddət ərzində Gəncə, Qazax ərazisində, mərkəzi Aran rayonlarına, Cəllabad, Yardımlı, Deliş, Astara ərazilərində, eyni zamanda Kiçik Qafqaz rayonları ərazisinin Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şükəllasını, Xankəndi, Zəngəzur ərazilərinə qısa müddət ərzində, yəni aprel ayının 15-i 16-sında qısa müddət ərzində
250-300 millimetrə qədər yağış yağması gözlənilir. Bu da 1 metrin kvadratına 250-300 litrə yaxın qısa müddət ərzində yağışın yağması gözlənilir ki, bu da Azərbaycan ərazisi üçün xarakterik olmayan bir hadisədir. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi bu subtropik siklonlar zamanı, subtropik qasırğalar zamanı toplanmış yağışa bərabər olan bir yağışdır ki, bu da bir sıra ərazilərdə sel hadisələrinin, daşqın hadisələrinin, su basma hadisələrinin artmasına səbəb olacaq. Qafqazın cənubu üçün, Azərbaycan ərazisi üçün çox nadir hallarda baş verən bir anormal hidrometeoroloji hadisələr və dağıdıcı hidroloji hadisələrin artması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bakı-Abşeron Sumqayıt ərazisində də aprel ayının 14-dən 15-dən keçən başlayaraq xüsusilə də aprel ayının 15-i və 16-sında yağışların aramsız xarakterli, intensiv və güclü olması gözlənilir. Hətta Bakının ayrı-ayrı ərazilərində, Xəzər dənizinə yaxın olan qəsəbələrində yağıntıların şiddətli şəkildə yağması ehtimalı var ki, nəticədə bir sıra ərazilərdə su basma hadisələri gözlənilir. Yəni, başını demək olar ki, bir sıra ərazilərində əraziyə qısa müddət ərzində 70-140 millimetrə yaxın, yəni 1 metrin kvadratına 70-140 litrə yaxın və ondan da artıq bir yağışın yağması ehtimalı var ki, bu da əraziyə qısa müddət ərzində güclü yağışların yağması nəticəsində bir sıra ərazilərdə su basma hadisələrinin kəskin artması gözlənilir. Aprel ayının artıq 17-si və 18-si gündüz saatlarında hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. Burası eyni zamanda Bakı-Abşeron Sumqayıt ərazisində aprel ayının 15-i və 16-sında güclü leysan yağışlarla bərabər ildırım çaxması və eyni zamanda küləklərin də, xüsusilə də şimal-qərb küləklərinin də güclənməsi ilə müşahidə edilməsi gözlənilir. Çox nadir hallarda baş verən anormal hidrometeoroloji proseslər nəticəsində Aralıq dənizinin şərq ərazilərində formalaşması gözlənilən intensiv və güclü xarakterli siklon sisteminin aprel ayının 15-i və 16-sında Qafqazın cənubuna doğru daxil olması gözlənilir. Bu prosesin nəticəsində xüsusilə də aprel ayının 15-i və 16-sında Azərbaycanın demək olar ki, əksər ərazilərində yağıntıların lokal leysan xarakterli intensiv güclü, aprel ayının 16-sında isə şiddətli və aramsız xarakterli yağması nəticəsində bir sıra çaylarda daşqın və sel riski yüksək qiymətləndirilir. Eyni zamanda mərkəzi Aran rayonlarında və Xəzər dənizinə yaxın olan ərazilərdə isə qurut sularının yer səthinə çıxması nəticəsində su basma hadisələrində artım gözlənilir. Ən böyük risk isə Böyük Qafqaz rayonlarının Quba, Qusar, Xasmaz, Şabran, Xızı ərazilərində, eyni zamanda Oğuz, Qəbələ, Qax, Şəki ərazilərində və Cəllabad, Masallı, Lənkəran, Asılı, Yardımlı və Leriş ərazilərində, eyni zamanda Kiçik Qafqaz rayonlarının Kəlbəcər, Xankəndi, Gədəbəy, Daşkəsən ərazilərində qısa müddət ərzində əraziyə müvafiq olaraq 170-340 litrə yaxın yağışın yağması ehtimalı var ki, bu da iqlim üçün xarakterik olmayan anormal bir hadisədir. Böyük Qafqaz rayonlarının Balakan, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmailə, Şamax, Xızı, Quba, Qusar, Xasmaz, Şabran rayonları ərazisində, Dağlıq Şirvan ərazisində, Xəzər dənizinə yaxın olan ərazilərdə aprel ayının 14-dən 15-dən keçən başlayaraq 18 aprel gündüz saatlarına qədər olan müddət ərzində hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Xüsusilə də aprel ayının 15-i və 16-sında yağıntıların intensiv güclü, lokal xarakterli, şiddətli və aramsız yağması ehtimalı var. Proses nəticəsində əraziyə qısa müddət ərzində 270-340 millimetrə qədər miqdarda intensiv xarakterli yağışların yağması gözlənilir. Yəni 1 metrin kvadratına 270-340 litrdən artıq yağışın yağması ehtimalı var ki, nəticədə aprel ayının 15-i və 16-sında Böyük Qafqaz rayonlarının xüsusilə də Quba, Qusar, Xasmaz, Şabran, Xızı ərazisində, Qax, Oğuz, Şəki, Qəbələ ərazilərində, Balakan, Zaqatala ərazilərində, əksər çaylarda dağıdıcı sel və daşqın hadisələrinin təkrarlanması gözlənilir. Xüsusilə də dəniz səviyyəsindən 1600 metrdən yüksək olan kəndlərdə, yəni dəniz səviyyəsindən 1600 metrdən yüksək olan kəndlərdə isə yağışın güclü qar şəklində müşahidə edilməsi gözlənilir. Proses nəticəsində qısa müddət ərzində əraziyə güclü yağıntıların aramsız xarakterli yağması ehtimalı var ki, nəticədə bir sıra ərazilərdə, bir sıra çay yataqlarında dağıdıcı daşqın hadisələrinin təkrarlanması gözlənilir. Ən böyük risk isə xüsusilə də Böyük Qafqaz rayonlarının Quba, Qusar, Xaçmaz, Şabran, Xızı ərazilərinə, Qəbələ, Oğuz, Şəki, Qax ərazilərində
qısa müddət ərzində aprel ayının 15-i xüsusilə də aprel ayının 16-sında qısa müddət ərzində 1 metrin kvadratına 270-340 litrə yaxın yağışın yağması ehtimalı var ki, bu da Cənubi Qafqaz iqlimi üçün xarakterik olmayan bir hadisədir. Bu tip yağıntılar xüsusilə də subtropikal bir qasırğa zamanı, subtropik bir siklon zamanı orta troposferdən daşınan rütubətli hava şəraiti nəticəsində formalaşmış leysan yağışları nəticəsində müşahidə edilir. Yəni Qafqaz regionu üçün, Azərbaycan ərazisi üçün bu şəkildə bir yağışın yağması əvvəlki dövrlərdə çox nadir hallarda baş vermişdir. Hətta 2024-cü ilin oktyabr ayında Xəzər dənizinə yaxın olan şərq rayonlarında və Bakı-Abşeron-Sumqayıt ərazisində müşahidə edilən güclü yağışlardan bir qədər də daha da bir güclü bir yağışların təkrarlanması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Xüsusilə də aprel ayının 15-i və 16-sında hava şəraitinin daha da kəskinləşməsi və daha da dağıdıcı bir hidroloji hadisələrin təkrarlanması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göl, Goranboy, Naftalan, Bərdə, Tərtər, Beyləqan, Ağcabədi, Zərdab, Mingəçevir, Yevlax, Kürdəmir, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar ərazilərində eyni zamanda Kiçik Qafqaz rayonlarının Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şükəllasını, Xankəndi, Zəngəzur, Zəngən ərazilərində, Füzuli, Cəbrayıl, Beyləqan ərazisində, eyni zamanda Naxçıvanın Sədərək, Ordubad, Şahbud ərazilərində, Cəllabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Leriş ərazilərində, Xəzər dənizinə yaxınlayan şərq rayonlarında da aprel ayının 14-dən 15-dən keçən gecədən başlayaraq hava şəraitinin kəskin dəyişilməsi gözlənilir. Xüsusilə də aprel ayının 15-16-sında hava şəraitinin daha da kəskinləşməsi gözlənilir. Yağıntıların lokal leysan xarakterli, intensiv güclü, prosesin sonraki inkişafı nəticəsində isə yağıntıların aramsız xarakterli, şiddətli yağması ehtimalı var ki, nəticədə əksər ərazilərdə su basma hadisələri gözlənilir, dağ çaylarında dağıdıcı, daşqın və sel hadisələri gözlənilir, mərkəzi Aran rayonları arasından axan Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında, Araz çayında, eyni zamanda mərkəzi Aran rayonları arasından axan bir sıra su kanallarında da daşqın riski yüksək qiymətləndirilir. Eyni zamanda mərkəzi Aran rayonları arasında və Xəzər dənizinə yaxın olan şərq rayonlarının arasında intensiv xarakterli yağışlar nəticəsində qurut sularının yer səthinə çıxması nəticəsində su basma hadisələrində kəskin artım gözlənilir. Xüsusilə də aprel ayının 15-i və 16-sında hava şəraitinin daha da kəskinləşməsi gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Qısa müddət ərzində Gəncə, Qazax ərazisində, mərkəzi Aran rayonlarına, Cəllabad, Yardımlı, Leriş, Astara ərazilərində, eyni zamanda Kiçik Qafqaz rayonları ərazisinin Daşkəsən, Gədəbəy, Kəlbəcər, Şükəllasını, Xankəndi, Zəngəzur ərazilərinə qısa müddət ərzində, yəni aprel ayının 15-i və 16-sında qısa müddət ərzində 250-300 millimetrə qədər yağış yağması gözlənilir. Bu da 1 metrin kvadratına 250-300 litrə yaxın qısa müddət ərzində yağışın yağması gözlənilir ki, bu da Azərbaycan ərazisi üçün xarakterik olmayan bir hadisədir. Bir qədər əvvəl də qeyd etdiyimiz kimi bu subtropik siklonlar zamanı, subtropik qasırğalar zamanı toplanmış yağışa bərabər olan bir yağışdır ki, bu da bir sıra ərazilərdə sel hadisələrinin, daşqın hadisələrinin, su basma hadisələrinin artmasına səbəb olacaq. Qafqazın cənubu üçün, Azərbaycan ərazisi üçün çox nadir hallarda baş verən bir anormal hidrometeoroloji hadisələr və dağıdıcı hidroloji hadisələrin artması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayınlanacaq. Bakı-Abşeron-Sumqayıt ərazisində də aprel ayının 14-dən 15-dən keçən gecədən başlayaraq xüsusilə də aprel ayının 15-i və 16-sında yağışların aramsız xarakterli, intensiv və güclü olması gözlənilir. Hətta Bakının ayrı-ayrı ərazilərində, Xəzər dənizinə yaxın olan qəsəbələrində yağıntıların şiddətli şəkildə yağması ehtimalı var ki, nəticədə bir sıra ərazilərdə su basma hadisələri gözlənilir. Yəni, başın demək olar ki, bir sıra ərazilərində əraziyə qısa müddət ərzində 70-140 millimetrə yaxın, yəni 1 metrin kvadratına 70-140 litrə yaxın və ondan da artıq bir yağışın yağması ehtimalı var ki, bu da əraziyə qısa müddət ərzində güclü yağışların yağması nəticəsində bir sıra ərazilərdə su basma hadisələrinin kəskin artması gözlənilir. Aprel ayının artıq 17-si və 18-si gündüz saatlarında hava şəraitinin tədricən sabitləşməsi gözlənilir. Burası da eyni zamanda Bakı-Abşeron-Sumqayıt ərazisində aprel ayının 15-i və 16-sında
güclü leysan yağışlarla bərabər ildırım çaxması və eyni zamanda küləklərin də, xüsusilə də şimal-qərb küləklərinin də güclənməsi ilə müşahidə edilməsi gözlənilir. Bu prosesə səbəb isə kanalda əvvəlcədən də bildirdiyimiz kimi çox nadir hallarda baş verən anormal hidrometeoroloji proseslər nəticəsində Aralıq dənizinin şərq ərazilərində formalaşması gözlənilən intensiv və güclü xarakterli siklon sisteminin aprel ayının 15-i və 16-sında Qafqazın cənubuna doğru daxil olması gözlənilir. Bu prosesin nəticəsində xüsusilə də aprel ayının 15-i və 16-sında Azərbaycan demək olar ki, əksər ərazilərində yağıntıların lokal leysan xarakterli intensiv güclü, aprel ayının 16-sında isə şiddətli və aramsız xarakterli yağması nəticəsində bir sıra çaylarda daşqın və sel riski yüksək qiymətləndirilir. Eyni zamanda mərkəzi Aran rayonlarında və Xəzər dənizə yaxın olan ərazilərdə isə qurut sularının yer səthinə çıxması nəticəsində su basma hadisələrində artım gözlənilir. Ən böyük risk isə Böyük Qafqaz rayonlarının Quba, Qusar, Xasmaz, Şabran, Xızı ərazilərində, eyni zamanda Oğuz, Qəbələ, Qax, Şəki ərazilərində və Cəllabad, Masallı, Lənkəran, Astara, Yardıma və Lerik ərazilərində, eyni zamanda Kiçik Qafqaz rayonlarının Kəlbəcər, Xankəndi, Gədə və Daşkəsən ərazilərində qısa müddət ərzində əraziyə müvafiq olaraq 170-340 litrə yaxın yağışın yağması ehtimalı var ki, bu da iqlim üçün xarakterik olmayan anormal bir hadisədir. Prosesə səbəb isə Aralıq dənizinin şərq ərazilərində formalaşması gözlənilən çox güclü siklon sisteminin, yəni ərazi üçün və mövsüm üçün xarakterik olmayan çox güclü siklon sisteminin aprel ayının artıq 14-dən 15-dən keçən başlayaraq Qafqazın cənubu Azərbaycan arasına doğru daxil olması nəticəsində aprel ayının xüsusilə də 15-i və 16-sında hava şəraitinin daha da kəskinləşməsi gözlənilir. Yağıntıların intensiv, güclü və aramsız olması nəticəsində xüsusilə də Böyük Qafqaz rayonları ərazisində, Gəncə, Qazax ərazisində, Kiçik Qafqaz rayonları ərazisində, Naxçıvan ərazisində, Cəllabad, Astara ərazilərində, Mərkəzi Aran rayonlarında, Xəzər dənizinə yaxın olan şərq rayonlarında və Bakı, Abşeron, Sumqayıt ərazisində bir sıra fəsadların yaranması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bugünlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.